düyü getdi. Bəh, bəh, isti düyü. Aha, bəh, bəh, bəh. Aha. Bu balıqla da yumurtanın bəynaməsin gələn pənir çörəkdə xidmətinizə ərz eləyəcəm. Bir də bilmirlər, deyək bilsinlər. Sumaq olmasa kökəldərək, çox kökəldir. Mənim çox qaşı çənqal əlaqəm yoxdur. Çilo kebab yeyəndə qaşı çənqalı qoyuyorum kənara. Zaiqədir də. Deməli, əllə təmiz olsun. Bu əllə yemək də özünün fəlsəfəsi vardı. Elə eşikdən yetişəsən əli basasan buna, xeyr. Qədimul əyyamdan biz hacadan öyrəşmişdik bunu biz. Sinnimiz kağız idi, çilo kebab vurardıq. Böyüklər bu cürsünə hərəkət elədi. O da qalıb mənim yadımda və söyürəm bu hərəkət. İnşallah siz də bəyənərsiniz. Bax bir kəmxuni bu aradan doğudan aparar. Bu ət tək dirəkdə olar. Ayrı yerdə çətin tapılır. Balı da qoyuq elə bir də vəsətə. Nəm-nəm özü gedər. Bilmirsiniz ki, nə ləzzət var. Allah şahiddir, bilmirsiniz. Xəbəriniz yox. Mən hazır mərkəsin gölü var, belə qonaq ola. Odamın nəfəsi çıxmır çox. İnşallah bu hərəkəti Tehran şöbəsində icra edəcək. Əziz Tehranlı yoldaşlarımıza çox pişnahad oldu. Biz axirdə dostlarımızın sözünü yerə salanmadıq. Siz sağ, mən səlamət.